Aşıq gərək elə tərif, yaza bayram günləri, əlində qaz şirin avaz, yaza bayram günləri. Sevgilim sən maral kimi, süzməyi kimdən öyrəndin? Dunanında gülşəni, xatırlayansan məni. Qonçalın oğlu gəlir, qonçalın oğlu gəlir. Salam əziz tamaşaçılarımız. Boz ayı müqəddəs çərşənbələrindən olan sudan içdik, oddan keçdik. İndi də sıra yazın o hənirtisini hiss elədiyimiz yel çərşənbəsindədir. Mən də öz növbəmdə tamaşaçılarımızı salamlayıram və bayramınız mübarək olsun deyirəm. Songül səni də xoş gördük, səni də bayram mübarək. Çox gözəl dedim və istərdim ki, mən də əlavələr edim. Songül, bildiyimiz kimi əvvəllər həyat yalnızca sudan ibarət idi. Torpaq isə buna rəng qatdı və ümumiyyətlə bəşəriyyətin canlanması üçün, təbiətin həyata gəlməyi üçün də yel lazım idi. Ona görə də qədim türk mifologiyalarında da yelin funksiyası əsasən canlandırmaq və həyat vermək idi. Bəli, bəli. Əzim, elə qədimdən də insanlarımız saydığımız bu 4 ünsürü xüsusi, yəni çərşənbələrin gəlməyini, baharın gəlməsi kimi xüsusi qeyd edirlər. Əvvəllər biz qeyd elədik su çərşənbəsini, ot çərşənbəsini, indi də yel çərşənbəsini qeyd edirik və demək istəyirəm ki, təbiətdən mədət uman insanlar bu çərşənbələri xüsusi əzizləyirlər. Necə? Aha, doğrudur, əlbəttə. Və qeyd edim ki, onu da təsərrüfatın, ümumiyyətlə yerin təsərrüfata gərəkli olduğunu düşünən xalqımız onu hər zaman əzizləyib belə deyərdilər. Yerli güllü çərşənbə, külək oyadan çərşənbə və küləkli çərşənbə. Və hətta hörmətli tamaşaçılarımız Muğam zonasının bəzi kəndlərində buna Heydər çərşənbəsi də deyilirdi. Bəli, əzim, bax bu çərşənbədə külək istiqamətini bir neçə dəfə dəyişir. Hətta el arasında ələyiz ildə deyirlər. Bəzən insanlar da deyirlər, ələyiz yelisənmi, gündə bir neçə dəfə nə istiqamətini dəyişərsən? Biz də arzu eləyirik ki, insanlarımızın qarşısına ələyiz yeli kimi insanlar çıxmasın. Üzərinizdən qara yel keçməsin. Qara yellər əsməsin. Amin. Amin.
Yine payız geldi konaklar kimi, soldu məhəbbətim yarpaqlar kimi. Ürəyi pıçıldayır, ürəyi pıçıldayır, budaqlar gülür, budaqlar gülür. Küləyini yer biləsirsən küləy, niyə ümidimi kəsirsən küləy. Küləyini yer biləsirsən küləy, niyə ümidimi kəsirsən küləy. Sevgilim görüşə çağırmış məni, mən necə unudum olub keçən. Sevgilim görüşə çağırmış məni, mən necə unudum olub keçən. O deyir astaca, o deyir astaca, sevirəm səni, sevirəm səni. Sen niye sözünü kesirsen küləy, niye ümidimi kesirsen küləy. Küləyini yer biləsirsən küləy, niye ümidimi kesirsen küləy. Küləyini yer biləsirsən küləy, niye ümidimi kesirsen küləy. Küləyini yer biləsirsən küləy, niyə ümidimi kəsirsən küləy. Bir daha fürsətdən istifadə edərək bayramınızı təbrik edirəm və istərdim ki, elə bu məqamda verilişimizin qonağını sizə üçün təqdim edim. Qonağımız bizim dəyərli ziyalımız Məhərrəm Rəhimovdur. Xoş gəlmisiniz, bayramınız mübarək olsun. Sağ olun, Məhərrəm müəllim, bildiyimiz kimi bugün yel çərşənbəsidir, amma elə istərdim ki, biz ümumiyyətlə Novruzun adətlərindən danışaq və bu bayramda sizin xoş təəssüratlarınızı eşidək. Sağ olun. Novruz Azərbaycan xalqının milli dəyərlərindən, milli bayramlarından biridir. Novruz bayramının tarixi lap qədimlərə gedib çıxır. Belə ki, eramızdan əvvəl 6-cı əsrə aid olan Zərdüştü kitabında Novruz bayramı özünü tərənnüm edirdi. Zərdüştü kitabında qeyd edilirdi ki, insan xeyir əməl, xeyir düşüncə, xeyir söz üzərində formalaşıb. İnsan həyatı 4 ünsürdən ibarətdir, təbiət. Oddan, sudan, havadan, yəni yerdən, torpaqdan ibarətdir. Və məhz birinci növbədə Azərbaycan xalqı bu bayramı bütün dövrlərdə qeyd edibdir. Çünki Novruz bayramı özü ilə bərabər yeni ruh, yeni söz, təbiətin dəyişilməsidir. Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi siyasətə daxil edibdir. Novruz bayramında insan yeniləşir, ruh yenilənir. Yel çərşənbəsində insan həyatında həmişə müqəddəsdir. Yel kini, küdrəti, namişliyi, rütbəti insan həyatından qovur. İnsan həyatı, insan gözəlləşir. İnsan bulud istər-istəməz çəkilən vaxtdır, insan ruhu yeniləşir. Artıq 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyü tam təmin olunubdur. Bugün Novruz tonqalları Xocalıda, Xankəndidə, Şuşada, bütün Şərqi Zəngəzurda alovlanır. Mən hamınızı bugünkü bayram münasibəti ilə təbrik edirəm. Xalqımıza xoşbəxtlik, firavanlıq, dövlətimizə qüdrət arzulayıram. Sağ olun. Təşəkkür edirəm. Aşıq gərək elə tər
seçen başka yerde hansı bir məxluq ki var? Arzu seçen başka yerde hansı bir məxluq ki var? Qismət olsun bizim kimi sizə bayram günləri, qismət olsun bizim kimi sizə bayram günləri. Aşır gərək elə tərik yaza bayram günləri, əlində saz şirin avaz yaza bayram günləri. Aşır gərək elə tərik yaza bayram günləri, əlində saz şirin avaz yaza bayram günləri. Aşır gərək elə tərik yaza bayram günləri, əlində saz şirin avaz yaza bayram günləri. Hey! Xalqımız hələ qədim zamandan küləyə Allahın gücünün, qüdrətinin təzahürü kimi baxıb, ona mehr məhəbbət göstərib. Elə bu barədə rəvayətlərdə, dastanlarda, yəni dini ədəbiyyatlarda da bu barədə məlumatlara tez-tez rast gəlirik. Eşitməmisənmi, nənələr necə deyir? Deyir ki, yel əsdirəni söyməzlər bala və yaxud da deyirlər ki, yel əsəndə nəzir verərlər. Və mən də əlavələr etmək istəyirəm ki, qədim zamanlarda yeli bir tanrı kimi qəbul edirdilər və yaxud da ki, dünyanı idarə edən bir qüvvə kimi də. Və hətta belə yəni bir anlayış var idi ki, həmin tanrı, həmin qüvvə insanları həm cəzalandırırdı, həm mükafatlandırırdı, həm də onlara yol göstərirdi. Və hətta qədimdə Songül belə bir inanc da var idi ki, Qara Nəhirdə 4 cür külək yatarmış. Ağ yel, qara yel, xəzri və gilavar həmin gün üzə çıxarmış. Bəli, Əzim, sən vurğuladın ki, bax bu yel baba insanlara yol da göstərir. Bəli, əslində ədəbiyyatımızda belə bir anlayış var ki, həm də yel baba bir bələdçidir. Necə? İnsanlar yolunu azaran zaman onlara bir ip göstərir və ipin ucu ilə də insanlar yolunu tapır. Məsələn, belə bir deyim də var. Deyir ki, ip yumağın səridir, təri zəhmət təridir. Havaya isti dəydi, suyun buzu əridi. Songül, yel bir varlıq kimi ilahi iradənin ifadəsi sayılır. Bəli. Və hətta onu da qeyd etmək istəyirəm ki, bildiyimiz kimi bizim ədəbiyyatımızda yel səba adlanır. Yəni bu küləyə də səba yeli. Səba yeli, səba küləyi də deyilir və səba yeli də Allahdan kamil insanların qəlbinə dolan ilahi bir nəfəsdir. Elə ona görə də məhz yel babaya görə, yel babanın şərəfinə müxtəlif mərasimlər və ayinlər təşkil olunar. Əzim, bax bu mərasimlərdən birini mən deyim. Deyirlər ki, əzəflarımız inanırdı ki, xırmana yel baba gəlməmiş, oradan buğda dən götürməzlər. Götürsən oğlun ölər. Yox əgər. Yel baba gələndən sonra ilk xırmandan dəni buğdanı götürənin oğlu olar. Ancaq Əzim, bax bu inancların içində və yaxud da ki, adətlərin içində ən maraqlısı ərə getmə inancı. Necə? Necədir? Elə ki, iş başlayan zaman külək birdən əsir. Subay qızlar nə deyir? Deyir ki, bax, boğanlıq qalxma, ha, boğanlıq gəlsən, sən ərə getmərəm. Bəli, bu da insanların qədimdən bu günümüzə gəlib çatan, deyilən inanclarıdır. Həqiqətən də gözəl adətlərimiz və ənənələrimiz vardı və bəzi hətta rayonlarımızda, bəzi kəndlərimizdə də bu adətlərimiz hələ də yaşayır. Bəli. Yarım hələ ovdadır. Nehrəmcəl ay, nehrəmcəl. Gözüm yaman yoldadır. Nehrəmcəl ay, nehrəmcəl. İntizarda qalmışam. Nehrəmcəl ay, nehrəmcəl. Bəlkə yarım yoldadır. Nehrəmcəl ay, nehrəmcəl. Yar yaylığın məndədir. Nehrəmcəl ay, nehrəmcəl. Sərmişəm çəməndədir. Nehrəmcəl ay, nehrəmcəl. Əriyib yerə düşüncə, Nehrəmcəl ay, nehrəmcəl. mənim gözüm səndədir. Nehrəmcəl ay, nehrəmcəl. Dağ çayları aşıb daşır, yal yamaslar yaşıllaşır. Elin varıb başdan aşır, yurdumuza bahar gəlir. Aşıq çalsın telli sazı, aləmə düşsün avazı. Vəsf eyləyək güllü yazı, yurdumuza bahar gəlir. Yel əsər toz qoparar, ağacdan qoz qoparar. Yerlə gələn bəlanı yel özü də aparar. Sovur bizim xırmanı, atına ver samanı. Dən yığılıb dağ olsun, yel babamız sağ olsun. Dağ başında yel əsər, düşər üzə tel əsər. Doğru söz tez kar eylər, qılıncdan iti kəsər. Süfrə bəzər qatıq qaymaq, ləzzətindən olmur doymaq. Tütək səsi oymaq oymaq, yurdumuza bahar gəlir. Yamyaşıldı uca dağlar, al geyinib bağça bağlar. Salxımlanır göy budaqlar, yurdumuza bahar gəlir.
yurdumuza bahar gəlir. Əzim, qədimdən insanlarımız inanırdı ki, yelin xoş əhval-ruhiyyəli mehri insanlara xoşbəxtlik gətirəcək. Bəlkə də bu soyuq günlərdən çıxan insanların gələcək günə, gələcək ilə olan inamı idi. Songül, insanlar məhz xoşbəxt olmaq üçün Novruz çərşənbələrində, Novruz axşamlarında dualar edirlər. Bəli. Elə buna misal olaraq yel çərşənbəsi axşamında söyüd ağacının altına hər kəs toplaşardı və orada niyyət edirlər. Əgər həmin anda həzin bir meh əsərsə, ağacın budaqları torpağa dəyəsi demək ki, Tanrı sənin səsini eşidir. Nə gözəl, dua eləyək ki, dualarımız hər zaman eşidilsin. Bir də amma inanclardan danışarkən unutmayaq ki, qadınlarımız da, analarımız da hər zaman təmizlik imandandır deyil. Ona görə də yazın əvvəllərində, yəni elə bu çərşənbələr dövründə analarımız, bacılarımız ev işlərini səlqə-səhmana salar, yorğan döşəklərini çölə çıxardar və istəyirlər ki, dəyişən təzələnən meh onların evlərinə, onların əşyalarına da dəysin, təzələnsin. Və hətta Songül, sözünə qüvvət, həmin deməli çərşənbədə həyətlər təmizlənər, həyət bacalar sərgə-səhmana salınır. Bəli, bu kişilərin üçün. Bəli, əlbəttə ki, və vaxtı ilə yığılan çırpılar da çalada yandırılar. Hər zaman elimizdə toy, bayram, şənlik olsun, ancaq bəzən yasda, qəm-qüssə də qaçılmaz olur. Ordubadda belə bir adət var. Buna paxır bayramı deyirlər. Bu nədir? Əgər bir insanın yaxın qohumu, doğması vəfat eləyibsə və bayram qabağı onun qırxı çıxmayıbsa, qohum qardaş toplaşar, həmin ailəyə gedər, o ailəni yasdan çıxartmaqdan ötürü işlər görərlər. Məsələn, təmizliyə apararlar, Novruzun bəzəyi olan şirniyyatlar, yeməklər hazırlayarlar və istəyirlər ki, hər kəs bayrama xoş əhval-ruhiyyə ilə başlasın. Əlbəttə. Hətta
onu qeyd etmək istəyirəm ki, yaz çıxarma adəti hələ bu günümüzə qədər gəlib çatıbdır. Bəli. Durmana 5 basmata saç ver. Bu necə 5 basmata saç durmana 5 basmata saç ver. Boz atın, boz torbasını, boş as başından, apar istat getir yaş as başından. Hakkı hakkıya getmiş, hakkı hakkıdan hakkını istemiş, hakkı hakkının hakkını vermeyince hakkı da hakkının hakkından gelmiş. Değirmana girdi köpək, değirmancı vurdu kötək, bilənmədim. Kəpək yedişdi köpək, kötək yedişdi köpək. Tüzüləri tüzələrə tapşırdılar, tüzüləri bizə aşıttılar tüzələr. Sizin allı ballı qabaqlı bayquşunuz, bizim allı ballı qabaqlı bayquşumuz var. Sizin allı ballı qabaqlı bayquşunuz, bizim allı ballı qabaqlı bayquşumuza sən allı ballı qabaqlı bayquşsan demiş. Bizim allı ballı qabaqlı bayquşumuz, sizin allı ballı qabaqlı bayquşdan incimiş. 40 küp 40'ına qulbu 40 küp. Atım in, itikov atım in. Ay kişi, hə.
Sənin bu bayramlarda bir qəşəng söhbətlərin var. O söhbətlərdən biri elə bu bayram günündə bir biz kefimiz açılsın. Mənim gözüm üstə. Söz məndə. Söhbət məndə. Bu bayram gününün sözü söhbəti uzun olar. Deməli hadıydı, huduydu, Köroğlu Kosaydı, bir də mən lələş. Ova çıxmışdıq. Ova? Hə, ova çıxmışdıq. Qabağımızdan bir davşan keçdi. Davşan da nə davşan? Sərçə boyda. Ha dedim, hadi tüfəngim var, hudu tüfəngim var, Köroğlu Kosa tüfəngim var. Yoxdur. Heç birinin tüfəngi olmadı. Çiynimdən mən tətiksiz tüfəngimi ısıtdım aşağı. Dedim, hadi ata bilirsən, hudu ata bilirsən, Köroğlu Kosa ata bilirsən. Atdı. Heç biri atanmadı. Axırda tiyəsiz tüfəngimi götürdüm əlimə, nişan aldım. Tam! Ha, 90'a bir güllə. Sərdim yeri. Hadiyə dedim, hadi. Hədə, bıçağım var. Hudiyə dedim, bıçağım var. Köroğlu Kosaya dedim, bıçağım var. Ne oldu? Yoxdur. Heç birinin bıçağı olmadı. Dəstəksiz bıçağın tiyəsini çıxartdım cibindən, dovşanı qəşəngcənə soydum. Dedim, hadi. Qazanım var, hudu qazanım var, Köroğlu Kosa qazanım var. Yox, heç birinin qazanı olmadı. Axırda özüm bir dənə altı yox. Altı yox? Altı yox qazanı gətirdim. Dedim, dovşanı soy. Dovşanı soydum qəşəng bıçaqla, başladım onu qovurmağa. Qovurdum. Sümüyü bişdi, amma əti bişmədi. Əti bişmədi? Canım üçün. Hamımız yedik, doyduq. Nə qədərkən artıq da qaldı qovurmadan. Doldurduq. Hamısını doldurduq qurşağımıza. Bir dənə xoruz əmələ gəldi. Xoruz deyirəm dəvə boyda bir xoruz əmələ gəldi. Dəvə boyda. Dəvə boyda üçümüz də oturduq xoruzda. Birdən qabağımıza bir çay çıxdı. Çaydan bir dənə tapdıq falan. Falanı söktük. Kişi bəsdi da, söktün. Nə oldu? Axırıncı dəfə də söküm. Söktük, içindən bir kitab çıxdı. Kitabı da oxuduq. Hamısı yalan. Sən iplikdən gönüm axır. İndi deyirəm ki, bax, növbəti bayramların birində bu qaravəllərin ən yaxşısını söyləyəcəm. Və hamıya deyəcəm ki, bayramınız mübarək.
Bəli, əziz tamaşaçılarımız, bu ərəfədə əsən yelə vədə yeli deyilir Songül. Və Novruz bayramına 17 gün qalmış, sanki baharın gəlişini xəbər verir bizə. Bəli, əzim, biz deyirik ki, bu çərşənbələrdə bəzi adətləri icra eləyərik. İnama görə Xızır Nəbi həmin gecə sevgililərə abi Kövsər suyu içirdir və elə nənələrimiz də əvvəldən deyirdilər ki, abala sən ağ yelə tuş olasan və yaxud da deyirdilər ki, üstündən ağ yellər əssin. Çox maraqlıdır Songül. Hətta mən də əlavə etmək istəyirəm ki, yel çərşənbəsində deyirlər ki, ata-ananın xeyir-duasını almadan qaçırılan qıza xeyir-duanı Əli Butalı Xızır Nəbi xeyir-dua verər. Hətta belə bir adət də var imiş ki, yel çərşənbəsində qəfəsdəki quşları satın alıb, onlara azad, bezad, cənnətdə gözət deyilib azadlığa buraxılardı. Qızlar, ay qızlar, of, sıxılırıq, nə edək? Oyun oynayaq. Gəlin, gizlambars oynayaq. Onu dünən oynamışıq. Yaxşı, gəlin beşdaş oynayaq. Ondan sıxılmışam. Kaş tükəzman olardı. Salam qızlar, mən buradayam. Salam tükəzman. Neyinirsiniz? Sıxılırıq. Gəlin sizə bu Novruz günü bir oyun deyim. Nə oyunu? Fincan oyunu. Necə olur? Fincanın altında alma olur. Almanı tapan almanı yeyir. Yox əgər almanı tapmayan cərmələnir. Cərmə necə olur? Oynayır, mahnı oxuyur, şeir deyir. Yaxşı oynayaq. Siz əyləşin, mən gedim fincanları gətirim. Bu çiçəyin, bu Ayselin, bu da Nərminin, bu da Zeynəbin. Yaxşı qızlar, kimdən başlayaq? Səşən. Almanı attım xarala, qaldı sarala, sarala. Almanı attım xarala, qaldı sarala, sarala. Almanı attım xarala, qaldı. Tapa bilmədi. Bizim üçün nə etmək istəyirsən? Sizin üçün mahnı oxumaq istəyirəm. Buyur oxu. Novruz gəlib, yaz gəlib, bir əlində saz gəlib. Bir əlində xonsası, asıb gülün gönçəsi. Bülbülə avaz gəlib, Novruz gəlib, yaz gəlib. Bülbülə avaz gəlib, Novruz gəlib, yaz gəlib. Yaxşı qızlar, indi kimlə başlayaq? Ayseldən. Çiçək, sən almanı tapamadın, sizin acınızı almanı özüm tapacağım. Baxarıq. Pəncərənin milləri bu leyli, açıb qızıl gülləri bu leyli. Oğlanı yoldan eylər bu leyli, qızın şirin dilləri. Tapa bilmədi. Bizim üçün nə etmək istəyirsən? Sizin üçün şeir deyəcəyəm. Otlar yurdu eliyimə Novruz gəlir. Əhvalımız, ruhumuz təzələnir. Şəkərli, noğullu Novruzum gəlir. Çox sağ olasın. Yaxşı, indi kimlə başlayaq? Nərmindən. Araza xar lililə tello, dəstə dəstə gülülə tello. Araza xar lililə tello, dəstə dəstə gülülə tello. Araza xar lililə tello. Tapa bilmədi. Bizim üçün nə etmək istəyirsən? Sizin üçün gözəl bir mahnı oxuyacağam. Oxu. Bahar gələndə məndə, bitərəm çöl çəməndə. Bahar gələndə məndə, bitərəm çöl çəməndə. Mən baharın qızıyam, qızıyam. Köynəyi qırmızıyam, qırmızıyam. Mən baharın qızıyam, qızıyam. Köynəyi qırmızıyam, qırmızıyam. Yaxşı, indi kimdir? Zeynəb.
döşündən aşmıram, küsmüşəm, barışmıram. Hamıdan gözəl mənəm, lakin heç danışmıram. Mən güləm, gülüzüm, yarım efsana solmaz. Mənim kimi gözəli beləsin. Tapa bilmədim. Bizim üçün nə etmək istəyirsən? Qızlar, sizin üçün saz ifa edəcəm. Qızlar, Zeynəb tapa bilmədi. Özüm tapacağam, özümdə yeyəcəyəm almanı. Görərik. Dağlarda duman gözəldir, qaşları kaman gözəldir. Dağlarda duman gözəldir, qaşları kaman gözəldir. Hüsnünə heç bir söz olmaz, gözlərin yaman gözəldir. Hüsnünə heç bir söz olmaz, gözlərin yaman gözəldir. Səni mən yaman sevirəm, ürəkdən canlan. Sizə dediyim almanı özüm tapacağam, özümdə yeyəcəyəm. Qızlar, gəlin bu gözəl bayram günü Zeynəb bir mahnı ifa eləsin. Sevgilim sən maral kimi, sütməyi kimdən öyrəndin? Ay qabağa siyah telin, ay qabağa siyah telin, süzməyi kimdən öyrəndin? Ay öyrəndin, can öyrəndin, süzməyi kimdən öyrəndin? Ay öyrəndin, can öyrəndin, süzməyi kimdən öyrəndin? Əziz izləyicilərimiz, Novruza addım-addım yaxınlaşırıq. Artıq boz ayın çərşənbələrindən olan su, ot çərşənbəsini yola verdik. Bu gün isə qonağımız yel çərşənbəsidir. Qonağımız demişkən istəyirəm verilişimizin bu anında qonağımızı təqdim edeyim. Bəxtiyar müəllim, xoş gördük sizi. Xoş gördük sizləri. Çərşənbəniz mübarək olsun. Mən də təbrik edirəm sizləri. Çox sağ olun. Bol ruzil olsun. Amin, şərr olsun. amin. Bəxtiyar müəllim, istəyirəm ki, bütün qonaqlarıma verdiyim sualı sizə də verim. Bu Buyurun. çərşənbələri necə qeyd edirsiniz? Siz də Novruzu səbirsizliklə gözləyənlərdənsiz, eləmi? Bəli. Bu çərşənbə elə bir çərşənbədir ki, Novruz bayramı dedikdə, yəni müsəlman aləmində deyək, yeni ilimizin ilk ərəfəsi bu il ərzində gəlir. Belə ki, mən deyərdim ki, bizim ilimizin 12 ayı vardısa, 12 ayda fəsillərə bölsək, elə bu çərşənbələrimiz də 4 fəslə bölünür. Bəli. Yəni, hər çərşənbə bir fəsli işarə, bir fəslə daha doğrusu işarə verir. Bu çərşənbənin özü bilavasitə boz ayla çilə boz ayı deyirik, çilə çərşənbəsi. Bunların, yəni o 4 çərşənbənin bu mənası boz ayda özünü göstərir. Boz ayda bir ay davam eləyir. Bəli. Bu bir ay ərzində biz bu çərşənbələrin hər birini yaşayırıq. O mənada ki, baxırsan havada soyuqluq, havada şaxtalıq, qar boran, küləklərin əsməsi fəsillərin elə bil ki, bilavasitə vasitəsiz kimi bizə bir tərənnüm göstərir. Göstərir özünü, bəli. Bəli. Bəxtiyar müəllim, deyirik ki, insanlarımız soyuq qış günlərini keçirdəndən sonra bahara necə ümidlə baxır. Çillələri yola verdik, böyük çillə, kiçik çillə. Hətta bu çillələr ərəfəsində Xıdır bayramını qeyd edirik. Əslində Xıdır bayramını da qeyd eləməyimiz bahara olan inamımızdır. İnsanlarımız düşünər ki, Xıdır Nəbi onlara yaxşı günlər göstərəcək, onlardan arzularını, niyyətlərini də deyirlər. Ümumiyyətlə bu çərşənbələrdə nə qədər adətimiz var, inancımız var. Gəlin bu adətlərdən danışaq. İnanclar çoxdur. Bunu demək olar ki, yəni bizim əvvəlki baba nənələrimizin o dedikləri sözləri eşitsək, əvvəllər evlərin bacası olurdu. Yəni hər bir evin baca deyilən bir yer olurdu. Oradan hətta dəsmal atma, papaq atma. Bəli, Şəhriyarın şeirində dediyi kimi. Bunların hamısı bizim yəni düşüncələrimizdə vardı. Biz də istəyirik ki, bu bayram tövsiyələrini özümüzdən sonra gələn nəslə
bir nümayiş elətdirək. Ona görə də yığıncaqlar, tədbirlər keçirilir, Novruz şənlikləri keçirilir. Bu Novruzun da yellə əlaqəsi, yel çərşənbəsi demək olar ki, elə əsas yel çərşənbəsinin üzərinə düşür. Çünki ona görə ki, ayın 10-u başlayır yel çərşənbəsi, 17-sinə qədər davam edir. Bu mənada hamı yığılır, bir yerdə şənliklər, qonaqlı qaralı Novruz bayramı, Novruz şənliyini biz yola salırıq. Əlamətlərini desəm, deyərəm ki, qar çiçəyi özünü göstərir, qar çiçəyi qarın altından çıxmaqla biz demək olar ki, qışı qovuruq. Novruz gülü, bahar gülü gəldikdən sonra o yaz əlaməti bizə işarə verir. Demək, qar çiçəyi qışın getməyini, Novruz gülü, bənövşə də yazın gəlməyinin işarəsini verir. Bu çərşənbədə, yel çərşənbədə əsən külləklər deyirlər ki, soyuq havanı aparır, aparır, isti havanı gətirir. Ay sağ ol. İnsanların da sevinci öz övladları üçün olduğu kimi, nəvələri, uşaqları üçün olduğu kimi elimiz obamız üçün də. Mən həmişə bollluq arzu edirəm. Ruzi bərəkət bol olsun. Amin. Hər kəsin bayramını təbrik edirəm. Əzizlərimiz, beləcə artıq boz ayın 3 çərşənbəsi arxada qaldı. Ata-babalarımız deyir ki, bu günlərdə soyuq olsa da, qar yaxsa da qorxusu yoxdur. Çünki ömrü az, qabağı yazdı. Biz arzu eləyirik ki, yel çərşənbəsi hər birimizə uğur, xeyir, bərəkət gətirsin. Vətənimizin, vətəndaşlarımızın üzündən dərdi, qəmi, qüssəni sovurub aparsın. Amin deyirik. Songül, təşəkkür edirik gözəl duaların üçün və mən də demək istəyirəm ki, hər kəs bu çərşənbədə, bu Novruz bayramında hər kəs öz arzusuna çatsın. Üzərinizdən qara yel əsməsin və Tanrı muradınıza qovuştursun. Nə deyirik? Çərşənbəniz mübarək.